Salam əziz izləyicilərimiz, bugün sizlərlə bərabər daha bir sertifikasiya tipli sınağın izahına baxırıq. İlk sualımızla başlayaq. 8 Newton dartı qüvvəsinin təsiri ilə üfüqi səth üzərində hərəkət edən 2 kiloqram kütləli cisim 2 metr böl saniyə kvadrat təcil alır. Bu cisim həmin səth üzərində 12 Newton dartı qüvvəsinin təsiri ilə hansı təcili alar? Əvvəlcə gəlin birinci şəklimizə baxaq. 8 Newtonluq bir qüvvə ilə cismi dartırıq. Təbii ki, cisim sağa doğru dartılırsa, əksi istiqamətdə bir sürtünmə qüvvəsi meydana çıxmalıdır. Bu hal üçün gəlin biz hərəkət tənliyini yazaq. F əvəzləyici bərabərdir M vurulsun A-ya. Əvəzləyici qüvvəni təyin edək. Cisim sağa doğru dartı qüvvəsinin təsiri ilə hərəkət edir. O zaman 8 Newton çıxılsın F sürtünmə, yəni cismin üzərindəki əvəzləyici qüvvəni təyin edirəm. 8 Newton çıxaq F sürtünmə, əks istiqamətdə olduğu üçün qüvvələr bir-birindən çıxıram, bərabərdir M vurulsun A-ya. 8 minus F sürtünmə bərabər kütlə 2 kiloqramdır. Birinci haldakı təcilimiz də 2-dir. 2-ni 2-yə vururam, edir 4. Buradan sürtünmə qüvvəsini təyin etsək, təbii ki, 4 Newton alınar. Deməli, birinci şəkildən biz təyin etdik ki, cisimlə səthin arasındakı sürtünmə qüvvəsi 4 Newtondur. Bizə deyilir ki, bu cisim həmin səthin üzərində bu dəfə də 12 Newtonluq qüvvənin təsiri ilə hərəkət edəcək. Eyni cisim və eyni səth olduğuna görə, deməli, sürtünmə qüvvəsi dəyişə bilməz. Yəni, sürtünmə qüvvəsinin qiyməti yenə də 4 Newtondur. Onda burada 4 Newtonluq bir sürtünmə qüvvəmiz var. Əla, yenidən hərəkət tənliyimizi yazaq. F əvəzləyici bərabər M vur A. Bu dəfə 12 Newtonluq qüvvənin təsiri ilə dartılır. 4 Newtonluq bir sürtünmə qüvvəmiz var. Onda 12 Newton çıx 4 Newton əvəzləyici qüvvəni tapdım. Bərabər M vurulsun A-ya. M kütlə 2 kiloqramdır, eyni cisimdir. A təcili bu dəfə bilmirik. Tamam, 12-dən 4-ü çıxdıq elədi. 8 bərabər 2A. A da bərabərdir bizdə 4 metr bölünsün saniyənin kvadratı. Deməli, sualın doğru cavabı 4 metr böl saniyə kvadratı olmalıdır. Daha sonra ikinci sualımıza baxıram. Kvadratın təpələrində yerləşən Q1 və Q2 nöqtəvi yükləri arasında kulon qüvvəsi F-dir. Q1 və Q3 nöqtəvi yükləri arasındakı kulon qüvvəsi nəyə bərabərdir? Kulon qüvvəsinin əvvəlcə düsturunu yazaq. F bərabərdir K vurulsun modulda Q1 vur Q2 bölünsün R kvadratı şəklində yaza bilərik. Bu düsturdan istifadə etməklə məsələni həll edəcəm. Əvvəlcə bizə deyilir ki, Q1 və Q2 nöqtəvi yükləri arasındakı kulon qüvvəsi F-dir. 1 və 2-ci nöqtəvi yüklər arasındakı qüvvəni necə yazarıq? Yüklər Q və Q-dür. Onda yazıram K, Q vurulsun Q bölünsün aradakı məsafənin kvadratı. Kvadratın gəlin hər bir tərəfinə biz A deyək. Onda burada olacaq bizdə məsafə A kvadratı. Bu qüvvəni bizə F olaraq veriblər. İndi bizə deyilir ki, 1 və 3-ün arasındakı qüvvəni təyin edin. Birinci yük Q qədər, üçüncü yük isə gördüyümüz kimi 4Q qədərdir. 1 və 3-cü yükün arasındakı məsafə nə qədərdir? Bəs bunu da təyin eləməliyik. Çünki kulon qüvvəsində biz bu yükləri yazmışıqsa, aradakı məsafənin kvadratı da bizə lazımdır düstura əsasən. Əla, 1 və 3-cü yüklərin arasındakı məsafəni necə tapmaq olar? Burada bir üçbucaq yaranır. Bu üçbucağın hipotenuzu bizə həmin məsafəni vermiş olacaq. Kvadratın bir tərəfi A, bir tərəfi yenə də A. Onda yaranan üçbucağın hipotenuzu A kökdə 2 olmalıdır əlbəttə ki. Onda 1 və 3-cü yüklərin arasındakı kulon qüvvəsini təyin edərkən biz yazacağıq K vurulsun Q, yükün biri Q'dur, o biri 4Q'dur. Yəni 4Q vurulsun Q bölünsün aradakı məsafənin kvadratı. Arada məsafə artıq gördüyümüz kimi 1 və 3-cü yüklərin arasındakı məsafə A kökdə 2-dir. A kökdə 2-nin kvadratı edəcək bizdə 2A kvadratı. Baxın, A kökdə 2-dir. Bunun kvadratı əlbəttə ki 2A kvadratı edir. Onda buraya yazıram 2A-nın kvadratı. İndi buradan 4 ilə 2 getdi. Qaldı bizdə 2K Q kvadratı böl A kvadratı. Baxın, K Q kvadratı böl A kvadratı bizə F olaraq verilibsə, onda 2K Q kvadratı böl A kvadratı 2F olaraq alınmalıdır. Yəni C variantını götürə bilərik. Daha sonra düzxətli trayektoriya üzrə hərəkət edən cismin hərəkət tənliyi bizə verilir. Cismin təcilini hesablamağımızı istəyir. Gördüyümüz kimi koordinat zaman qrafikidir, tənliyidir, üzr istəyirəm. X bərabər 8 üstəgəl 2T şəklində yazıram. X bərabər X0 plus SX-dır. S-in yerinə də burada V vur T qoysaq bu ifadə alına bilər ancaq. Yəni bu hərəkət tənliyi, koordinat tənliyi düzxətli bərabər sürətli hərəkət üçün uyğun
olan bir tənlikdir. Hərəkət trayektoriyası düz xəttdir və bu da bərabər sürətli hərəkətdə yazıla biləcək bir koordinat tənliyidir. Düz xəttli bərabər sürətli hərəkətdə də bildiyimiz kimi təcil və əvəzləyici qüvvə sıfıra bərabərdir. Verilmiş kütləli ideal qaz bir halından iki halına keçir. Hansı mülahizə doğrudur? Verilmiş kütləli deyirsə M bərabərdir konstant. İndi gəlin şəklə diqqətlə baxaq. Gördüyümüz kimi həcm sabitdir. Həcm sabitdir və konstant, kütlə sabitdir. Verilən kütləli qaz, onda bu proses izoxor prosesdir. Gördüyümüz kimi təzyiq azalır. Baxın, təzyiqin oxu yuxarı doğru yönəlib, bizdə isə aşağı çəkib qrafiki. Onda təzyiqi azaldır. Təzyiq azalırsa izoxor prosesdə elə temperatur özü də azalır. Çünki izoxor prosesdə təzyiq və temperatur bir-biri ilə düz mütənasib olaraq asılıdır. Onda təzyiq azalırsa, temperatur özü də azalmalıdır. Temperatur azalırsa, verilən kütləli qaz üçün daxili enerji də azalmalıdır. U bərabər 2-də 3, kiçik m böl böyük m vurulsun RT yazıram. Verilən kütləli qaz üçün m kütlə sabit, m, r universal qaz sabiti donsuzdur. Bunlar da sabit. Temperatur azalırsa, tabii ki, daxili enerji özü də azalmalıdır. Ümumiyyətlə, izoxor prosesdə təzyiqin temperaturla düz mütənasib asılı olduğunu birbaşa deməliyik. Amma tutaq ki, birbaşa deyə bilmiriksə, bu yaddan çıxırsa, PV bərabər nu RT yazaq. Burada R universal qaz sabitidir, bu sabitdir. Verilən kütləli qaz üçün nu maddə miqdarı sabit kəmiyyətdir. Biz qeyd elədik ki, burada qrafikdə izoxor proses olduğu onsuz da görünür. V-ni sabit götürüblər çünki. Buradan gördüyümüz kimi P və T düz mütənasib asılıdır. Yəni izoxor prosesdə həcm sabit olanda temperatur və təzyiq düz mütənasib olaraq asılıdır. Bunu birbaşa desək daha yaxşı olar. Eyni bir cismi müxtəlif mayelərə saldıqda yaranan gərilmə qüvvələri arasında münasibət bizə verilir. Arkimed qüvvələri arasında hansı münasibət doğrudur? Gəlin biz tarazlıq şərtindən əvvəlcə istifadə edək. Cismi aşağı doğru çəkir mg ağırlıq qüvvəsi, yuxarı doğru itələyir əlbəttə ki Arkimed qüvvəsi. Tarazlıq şərtini necə yazarıq? Əgər bu cisimlərin hər biri mayedə tarazlıq vəziyyətdə qalıblarsa, deməli bunları yuxarı doğru təsir edən qüvvələr aşağı doğru təsir edən qüvvələri tarazlaşdırıb. Yəni yuxarı doğru Arkimedimiz var və ip gərilməmiz var. Aşağı doğru da mg ağırlıq qüvvəmiz var. Bizdən istənilən Arkimed qüvvəsidir. Onda mən buradan Arkimed qüvvəsini alıram. Alınır mg çıx t. Əla. Bizdə eyni bir cisimdir. Yəni bu və hər üç qabda eyni cisimdən söhbət gedir. Yəni mg hər üçü üçün sabit olacaq. Qaldı ki bizdə ip gərilməsi və Arkimed arasındakı münasibətə. Gördüyümüz kimi ip gərilməsinin qarşısında bir mənfi var. Onda Arkimedlə bu tərsinə asılı olmalıdır. Yəni harada ki ipin gərilməsi çoxdur. Baxın, qarşıda bir mənfi var. Bu səbəbdən orada Arkimed qüvvəsi artıq az olacaq. Yəni ip gərilməsi bizdə Arkimedlə tərsinə götürüləcək. Əgər ki ip gərilməsi bu şəkildə verilibsə, Arkimedi tərsinə düzməliyik. Yəni gördüyümüz kimi ipin gərilməsi birincidə ən çox göstərir. Onda Arkimed üçüncüdə ən çox olmalıdır, birincidə ən az olmalıdır. Onu da cavabı götürərəm B variantı olaraq. Çəksiz link və blokdan ibarət olan sistemlə M1 kütləli yük asılıb. Bəzən burada isə hərf səhvləri ola bilir. Dərəsi yazmışam Word-də, ona görə ola bilər. Bunları üzürlü sayarsınız. Linkin üfüqi vəziyyətdə tarazlıqda qalması üçün ondan asılan ikinci cismin yerini və kütləsini müəyyən edin. Blok və linkin kütləsi nəzərə alınmır. Bölgülər bərabərdir. Şeydəki 10 metr böl saniyə kvadratıdır. Gəlin bu məsələni həll etmək üçün diqqətlə biz yanaşaq suala. Burada bizə deyilir ki, tarazlıq vəziyyətidir. Əla, bura 100 newtonluq bir qüvvəm var. Fırlanıram, gəlirəm bu tərəfə, bu ipə. Burada da deməli bir 100 newtonluq qüvvə var. İndi mən bu bloka baxdığım zaman bu bloku yuxarı doğru çəkən qüvvənin yekunda nə qədər olduğuna baxaq. Bu bloku yuxarı doğru çəkən qüvvə yekunda 200 newtondur. 2 dənə ip çəkir, hər ip 100 newtonsa ümumi 200 newton yuxarı çəkir bloku. Onda deməli blokun aşağısındakı bu ipin özü də 200 newtonluq bir ip olmalıdır. Əla, indi gəlin davam edək biz. Burada biz baxaq. Bizdə 15 kiloqramlıq bir yük var və 15 kiloqramlıq yükün ağırlığı təbii ki 150 newton olacaq. Və tarazlıq vəziyyəti olmalıdır
şərtdə bunu qeyd edir bizə ki, tarazlıqda qalması üçün. Tarazlıq vəziyyəti olacaqsa, deməli yuxarı yönələn qüvvələr aşağı yönələn qüvvələrə bərabər olmalıdır. Baxın, linki yuxarı doğru çəkən bir ip görürəm və həmin ipdəki qüvvə də 200 Newtondur. Linki aşağı çəkən isə 150 Newtonluq bir qüvvəmiz var. Buradakı 150 Newton. Və bizə deyilir ki, bir də M2 kütləli cisim gətirməliyik. Onda həmin M2 kütləli cisim neçə Newtonluq bir qüvvə yaratsın ki, yuxarı yönələn qüvvə aşağıdakı o qüvvələri tarazlaşdıra bilsin. Yəni yuxarı 200-dürsə məndə, aşağı da yekunda 200-ü mənə verməlidir. Aşağı isə 150 var. Onda neçə çatmır? 50 Newton çatmır. 50 Newtonluq bir qüvvə yaradacaqsa bu cisim, onda bu cismin kütləsi nə qədərdir? Təbii ki, 5 kiloqramdır. Yəni M2 5 kiloqram olmalıdır. Bunu dəqiq bilirik artıq. Yenə qeyd edirəm, M2 5 olsa, yaradacağı qüvvə olacaq 50 Newton. Əla, burada 150 Newtonum var, burada da 50 Newtonum var. Yəni aşağı doğru yekunda məndə var 200 Newton. Yuxarı doğru da 200 Newton var. Əla, onda tarazlıq yarandı da aşağı 200, yuxarıda 200. Əla. M2 kütləm 5 kiloqram olmalıdır. Yaxşı, mən bu kütləni hardan asmalıyam ki, tarazlıq yarana bilsin? Tarazlığın burada yaranması üçün tək şərt əvəzləyici qüvvənin 0 olması deyil, həmçinin momentlər qaydası ödənməlidir ki, link tarazlıqda qalsın. Momentlər qaydasının da ödənməsi üçün gəlin belə edək. Burada ipin asıldığı bu nöqtəni, O nöqtəsini bir dayaq nöqtəsi olaraq götürək və bu nöqtəyə nəzərən momentlər qaydasını tətbiq edək. Deməli, 150 Newtonluq bir qüvvəm var burada. Baxın, burada 150 Newtonluq bir qüvvəm var. Bu 150 Newtonluq qüvvəni vururam dayağa qədərki məsafəsi qoluna. 150-ni vuracam 1-ə, bərabər edirəm 50 Newtonluq, yəni M2 kütlənin 50 Newton olduğunu bildim. 50 Newtonluq bir qüvvəm var, amma bunu hardan asacağımı bilmirəm. Ona görə bura yazıram X. Əla, 150 bərabər 50 vur X. Bununla bu getdi, 15 ilə 5 də getdi, qaldı burada 3. Deməli, X bərabər olacaq 3-ə. Yəni, dayaqdan 3 dama məsafədə bu cisim asılmalıdır. 1 dama, 2 dama və 3 dama, yəni C nöqtəsindən asılmalıdır və 50 Newtonluq bir cisim olmalıdır. 5 kiloqramlıq bir cisim olmalıdır. C nöqtəsindən asılmalı və 5 kiloqramlıq cisim olmalı, yəni D variantını biz götürməliyik. İpə bağlanmış cisim şaquli müstəvidə bərabər sürətlə fırladılır. Əgər K nöqtəsində ip qırılarsa, cisim hansı istiqamətdə hərəkət edər? Gördüyümüz kimi saat əqrəbi istiqamətində bir hərəkətdir. K nöqtəsində olduğu zaman cisim bura gəlmiş olacaq və bu nöqtədə cismin sürəti bilirik ki, çevrə üzrə hərəkətdə həddi sürət toxunan istiqamətində yönəlir. Onda K nöqtəsində olan anda bu cismin sürəti aşağı doğru yönəlib. Və K-da ip qırılarsa, onda cisim təbii ki, aşağı doğru düşmüş olar. Daha sonra 8-ci sualımıza baxsaq, şaquli istiqamətdə yuxarı atılmış cismin sürətinin proyeksiyasının zamanın asılı qrafiki verilib. Cismin son sürətinin modulunu hesablayın. Sualı həll eləmək üçün qrafikə diqqətlə baxmaq lazımdır. Şaquli yuxarı doğru atılmış cisimdir. Gəlin, mən burada belə bir şəkil çəkim. Şaquli yuxarı doğru atılmalarda bilirik ki, bu cisim maksimum hündürlüyə çatır. Burada bir anlıq sürəti sıfırlanır və sonra əks istiqamətdə yerə düşür. Və biz bilirik ki, bu cismin yerdən maksimum hündürlüyə çatma müddəti, yəni T qalxma müddəti ilə maksimum hündürlükdən yerə düşmə müddəti, yəni T düşmə bərabər olmalıdır. Amma mən burada görürəm ki, bu cisim 2 saniyəyə maksimum hündürlüyə çatıb. Bunu hardan bilirəm? Baxın, sürət maksimum hündürlükdə sıfırlanır. Mənə də sürətin proyeksiyasının zamanın asılı qrafiki verilib. Sürətin sıfırlandığı zaman anı 2-ci saniyə zaman anıdır axı. Deməli, sürət harda sıfır olur? Maksimum hündürlükdə. Onda sürətin sıfır olduğu nöqtəyə uyğun zaman bu 2 saniyə maksimum T qalxma müddətini bizə bildirmiş olacaq. Yəni, qrafik bizə göstərir ki, bu cisim atılandan 2 saniyə sonra maksimal hündürlükdə olub. Çünki atılandan 2 saniyə sonra bunun sürəti sıfırlanıb. Sürət də sıfırlanır maksimal hündürlükdə. Əla. Amma biz qeyd elədik 2 saniyəyə bu cisim yuxarı çıxıbsa, eyni hündürlükdən 2 saniyəyə də aşağı düşməlidir. Onda bura 4 saniyə yazmalı idi ki, bura niyə 5 saniyə yazdı? Onda deməli, burada məsələ belədir ki, biz cismi yəqin ki, yer səthindən atmamışıq, müəyyən bir hündürlükdən yuxarı atmışıq. Baxın, heç şərtdə də bizə demir ki, müəyyən hündürlükdən atılıb. Məsələn, deyək ki, baxın, bu bizim yer səthimiz olsun. Müəyyən bir bina olsun, məsələn,
belə bir ev olsun, dam olsun. Buradan cismi yuxarı doğru ataq. Tamam, bu cisim maksimum hündürlüyə gəlib çatsın. Burada yenə həmişəki qaydada sürəti sıfırlansın, sonra da gəlib düşsün yerə. Baxın, bu hərəkətə uyğun bir qrafikdir. Çünki bizə qrafik göstərir ki, 2 saniyəyə yuxarı çıxmışam, 2 saniyəyə sürət sıfırlanıb ona görə. 2 saniyəyə yuxarı çıxmışam, amma 2-5 saniyə arası, yəni 3 saniyəyə aşağı düşmüşəm. Bu ancaq o halda ola bilər ki, yəni bu cismin yerə düşmə hündürlüyü daha böyük imiş, bu halda ola bilər. Yaxşı, indi bizdə sürət sıfırlandı 2 saniyədən sonra. Və buradan aşağı doğru hərəkət, havanın da müqaviməti nəzərə alınmır, sərbəst düşmə hərəkətidir. Onda buradan aşağı doğru biz sürət üçün V bərabər JT düsturundan istifadə edə bilərik. İndi bizdə bu cisim neçə saniyə aşağı düşmüş olacaq? 2 və 5 saniyə arası, yəni 3 saniyə aşağı düşmüş olacaq. Onu da yazıram, 10 vurulsun 3, bu da elədir təbii ki 30 metr böl saniyə. Yəni cismin yerə dəyən andakı sürəti 30 metr böl saniyədir və yaxud da qeyd olunduğu kimi cismin son sürəti 30 metr bölünsün saniyədir. Elektromaqnit dalğası mühitdən vakuuma keçir. Ümumiyyətlə, mühitdən vakuuma, vakuumdan mühitə bilirik ki, tezlik dəyişmir və mühitdən vakuuma keçmələrdə vakuuma keçiriksə dalğa uzunluğu da, sürət də artmış olacaq. Vakuuma keçəndə sürət də artır, dalğa uzunluğu da artır, amma tezlik dəyişməz. Periyod da eyni şəkildə dəyişməz. Daha sonra 10-cu sualımıza baxaq. S1 kondensatorunun enerjisi W olarsa, S3 kondensatorunun enerjisi neçə W olar? Bunu bizdən soruşur. Bu tip suallar istifadə olunur. Gəlin belə bir suala baxaq. Əvvəlcə mən yuxarı qola baxıram sadəcə. Gördüyümüz kimi burada 4S və 4S tutumlu 2 kondensator ardıcıl qaydada birləşib. Sadəcə yuxarı qola baxsam, mən deyə bilərəm ki, yük sabit kəmiyyətdir. Yəni, birinci və ikinci kondensatorun üzərindən eyni yük keçir. Çünki onlar ardıcıl birləşiblər. Onda gəlin biz yazaq nə? U bərabər Q bölünsün S. Gərginliyin düsturunu yazaq. Gördüyümüz kimi, birinci və ikinci kondensator üzərindən eyni yük keçir, yük sabit. Birinci və ikinci kondensatorun hər birinin tutumu da eynidir, hər biri 4S-dir, S də sabit. Onda bu iki kondensator üçün gərginlik də sabit olmalıdır. Yəni, birinci kondensatorun üzərindəki gərginliyə U desəm, elə ikinci kondensatorun da üzərindəki gərginliyə U deməliyəm. Əla. Və biz bilirik ki, paralel qollardan paralel birləşmədə gərginlik sabit olmalıdır. İndi baxın, yuxarıdakı iki kondensator aşağıdakı kondensatorla paralel birləşib. Deməli, yuxarıdakı iki kondensatorun yaratdığı yekun gərginlik aşağıdakı kondensatorun gərginliyinə bərabər olmalıdır. Yuxarıda iki dənə kondensatorun yekun gərginliyi bizə neçəni verəcək? Ardıcıl birləşmədə gərginliklər cəmlənir. Yuxarıdakı iki kondensatorun yekun gərginliyi 2U-dur. Onda deməli, aşağıdakı yekun gərginlik də bizə 2U-nu verməlidir. Aşağıda bir dənə kondensator var. Deməli, bunun üzərinə düşən gərginlik elə 2U-dur. Əla, biz gərginlikləri böldük. Birinciyə U, ikinciyə də U, üçüncü kondensatorun üzərinə isə 2U gərginlik düşür. Bunu təyin eləmiş olduq. İndi bizə lazımdır enerjiləri təyin eləmək. Hərəsinə nə qədər enerji düşür, bunu tapmaq. S1 kondensatorunun enerjisi W qədərdir. Gəlin, enerjinin S var, U varsa, enerjinin W bərabər SU kvadratı bölünsün 2 düsturuna müraciət edək. İndi, birinci kondensatorun enerjisi bizə verilib. Birinci kondensatorun tutumu nə qədərdir? 4S. Yazıram 4S. Yəni, baxın, bu düsturu tətbiq edirəm də. 4S vurulsun. U-dur, gərginliyi U-dur. 4SU kvadratı bölünsün 2. Bu bizdə W-dur. Yəni, harada 4SU kvadrat bölü 2 görsəm, onun yerinə W qoymalıyam. İndi keçirəm mən nəyə? Üçüncü kondensatorun enerjisini hesablamağa. Üçüncü kondensatorun da enerjisini hesablamaq üçün yenə də, baxın, bu düstura müraciət eləsək, üçüncü kondensatorun tutumu nə qədərdir? S qədər, onda da yazıram W3 bərabərdir. SU kvadrat bölü 2-dən tutumu S qədərdir, yazdım S. Gərginliyi 2U-dur. 2U-nun kvadratı edəcək bizdə 4U kvadratı. Bölünsün 2. Düsturu tətbiq elədik. Alında bizdə nə? 4SU kvadratı bölünsün 2. Biraz öncə biz dedik ki, 4SU kvadrat bölü 2 enerjisi bizdə W olaraq adlandırılır. Onda deməli yenə də 4SU kvadrat bölü 2-yə biz W deməliyik. Yəni sualın doğru cavabı A variantı olacaq burada. Sağ olun, gələn izahlarda görüşərik.